Salam hörmətli dinləyicilər. Bu dəfəki mövzumuz bank kartlarının təhlükəsizliyidir. Bank kartlarınızın təhlükəsizliyini necə təmin edə bilərik? Bu zaman nələrə diqqət yetirmək lazımdır? Bu barədə məlumatlı olacaqsınız. Bank kartlarının təhlükəsizliyi dedikdə nələri nəzərdə tuturuq? Bank kartlarının təhlükəsizliyi kart məlumatlarının, yəni nömrə, CVC kodu, bitmə tarixi və sair tipli məlumatların qorunması üçün görülən tədbirlərdir. Bu tədbirlər nəyə görə vacibdir? Bu tədbirlər kartdan icazəsiz istifadə, pul oğurluğu və dələduzluq hallarının qarşısını almaq üçün lazımdır. Təhlükəsizlik olmadan pul və şəxsi məlumatlar risk altına düşə bilər. Gəlin bu tədbirlərin bir neçəsi ilə tanış olaq. CVC kodunun paylaşılmaması. Ümumiyyətlə CVC kod nədir? CVC kod, yəni Card Verification Code, bank kartının arxa tərəfində yerləşən 3 rəqəmli təhlükəsizlik kodudur. Bu kod sənin kartının son təhlükəsizlik maneəsidir. Onlayn ödənişlər zamanı bu kod, kart sahibinin həqiqətən karta sahib olduğunu təsdiqləmək üçün istifadə olunur. Bəs bu kod niyə paylaşılmamalıdır? CVC kod onlayn ödənişlərdə istifadə edilir. CVC kodu başqasının əlinə keçərsə, kartdan icazəsiz pul çıxarıla bilər. Fırıldaqçılar, telefon və ya saxta saytlar vasitəsilə sizdən bu kodu almağa çalışırlar. Tövsiyə isə budur ki, heç kimə, heç bir halda CVC kodu verməyin. Sosial mediada və ya mesajlaşma proqramlarında bank kartının şəklini paylaşmaq ciddi şəkildə təhlükə yaradır. Kart nömrəsi, bitmə tarixi və CVC kod bir yerdə olarsa, fırıldaqçılar bu məlumatlardan istifadə edərək kartı rahatlıqla oğurlaya bilərlər. Tövsiyəmiz isə budur ki, kart şəkillərini heç bir yerdə, heç bir halda paylaşmayın. Unutmayın, bir dəfə paylaşılmış kart şəkli internetdə daim qala bilir və bu, sonradan hesabınızın boşaldılmasına səbəb ola bilər. SMS-lərin kiməsə verilməməsi. Banklardan gələn SMS-lər əsasən OTP, yəni bir dəfəlik şifrə, xəbərdarlıq və təsdiq mesajlarıdır. Bu SMS-lərin məzmununu başqa bir şəxsə ötürmək, kartınıza və bank hesabınıza giriş imkanı verə bilər. Təhlükə bundan ibarətdir ki, kiməsə ötürsəniz, kartınıza və bank hesabınıza giriş verə bilərsiniz. Tövsiyəmiz isə budur ki, heç bir şəxsə SMS məzmununu ötürməyin. Gəlin əlavə bir neçə tövsiyə ilə tanış olaq. 1. Güvənilməyən saytlarda alış-veriş etməmək. Yalnız HTTPS ilə başlayan və tanınmış saytlarda ödəniş etmək lazımdır. Naməlum və ya şübhəli görünən saytlarda kart məlumatlarını daxil etmək təhlükəlidir. 2. İki mərhələli avtorizasiyanı, yəni 2FA-nı aktiv etmək. Kartdan onlayn istifadə zamanı bankdan gələn OTP kodlarını qorumaq vacibdir. OTP, yəni bir dəfəlik şifrə, heç kimlə paylaşılmamalıdır. 3. Kartı itirdikdə və ya məlumatlar yayılarsa, dərhal banka müraciət etmək. Əgər kart məlumatlarının oğurlandığından şübhələnirsinizsə, kartı bloklatmaq və yeni kart sifariş etmək lazımdır. Bu təhlükəsizlik qaydalarının pozulması nələrlə nəticələnə bilər? Pul vəsaitinin oğurlanması, şəxsi məlumatların ələ keçirilməsi, bank tərəfindən zərərin qarşılanmaması, hüquqi və maliyyə problemləri. Nəticə: kart məlumatlarınızı gizli saxlayın. Kartın arxasında olan CVC kodu və sizə gələn SMS məlumatlarını heç kimlə paylaşmayın. Kartın şəkillərini heç bir yerdə paylaşmayın və maliyyə təhlükəsizliyiniz öz əlinizdədir.